Bakının Nizami rayonu Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. Belə ki, Sevda Həşimova taksi proqramı vasitəsilə taksi çağırır. Anar Nəcəfov sərnişini götürərək avtomobili sürətlə idarə etməyə başlayıb. Qəza zamanı yaralı Sevda Həşimova bildirir ki, sürücü qeyri-adekvat hərəkətlər edib. Mən taksi çağırdım, bot çağırdım, mindim maşına. Elə bir 5 dəqiqə getmişdik, gördüm maşının içində pis səslər çıxartdı. Ayağında qaza vurdu, qaza bastı. Sürücü pis səslər çıxartdı. Bəli, ağzınıza dəyirdi, qışqırdı belə. Qışqırdı, ayağını da belə qaza vurdu, möhkəmlətdi. Bir də gördüm ki, körpüyə çatdıq. Yəni heç elə uzun yol getmədi axı, davranışını görüm. Elə bir 5 dəqiqə. İnanırsan, bir də gördüm ki, uçuram.